Bugün sizlərlə bərabər 7-ci sinif ərzində işlətdiyim kitabları göstərəcəm. Çünki bu yorumlara tez-tez gəlirdi. Bu səfər də həm video şəklində göstərdim. Riyaziyyat 5-8 kitabıdır. Bunun içində həm izahlar var idi, həm də çalışmalar, testlər var idi. Yəni bu çox möhtəşəm kitabdır, güvən kitabıdır. Bunu 7-ci sinifdə istifadə eləməmişdim, ancaq 6-da istifadə eləmişdim. Bu da Demin kitabıdır. İzahları yoxdur, amma ki çalışmalar və açıq qapalı testlər var ikisi də. Yenə riyaziyyatdır bu da. Elməddin Tağıyevin kitabıdır. Bir tərəfi həndəsədir, o birisi üzrə riyaziyyatdır. Bunun içində izah yoxdur, amma ki çalışmalar və testlər çoxdur. Hətta həddindən artıq çoxdur. Həm qapalı var, həm açıq var. Bu ingilis dili Nərgiz Nədəfin kitabıdır. 7-8 üçündür. Həm qrammatika var, lüğət var, izah var. Yəni bir sözlə tam doludur da. İngiliscə aid nə axtarsan hamısı içində var 7 və 8-ə aid. Və deyəsən dərsliyə uyğun ediblər deyəsən. Dəqiq bilmirəm, amma dərsliyə uyğun deyəsən məndən. Bu da yenə eyni Nərgiz Nədəfinkidir. Bu da 5-6-da yenə eyni şəkildə lüğət, qrammatika, çalışma və testlər var. Bu da son olaraq kimya. Bu təhsil məndə kitab olan bu da kimyaya aid. O birisi var, onlar PDF-lə işləyirəm. Onlardan biri Şahin İbrahimovdur, biri də Gərək Aşırov, yəni ki bu kitabdır. Burada əlimdə olan budur, yəni ki Şahin İbrahimovu mən PDF-lə işləyirəm. Burada deməli kimyadır. İçində 7-ci sinifə uyğundur, rəfə üçündür. Yəni burada həm çalışmalar, həm izahları, hamısı bir-bir verilib. Dərsliyə uyğun hazırlanıb bu arada bu.